Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədov Ramiz Mehdiyevlə bağlı modern azı açıklamasında bildirir. Onunla münasibətlərimin isti olmamasının səbəbləri də məlumdur. Siyasi partiyaların Azərbaycanda normal siyasi sistemin yaranmasına maneələr yaradan həmişə Ramiz Mehdiyev olub. Sistemi o özü idarə edib, normal siyasi partiya sistemi yarana bilmədi. Məmurlar bu addımlarının hamısını Ramiz Mehdiyevin yaratdığı sxem əsasında həyata keçirirlər. Demək olar ki, Ramiz Mehdiyev hər şeyi özü idarə edirdi. Buna görə də münasibətlərimiz o qədər də isti olmayıb, hətta münasibətlərin soyuq olduğunu da demək olar. İndi əziz dostlar, müxalifət də iqtidar mənsubları da deyir ki, Ramiz Mehdiyevlə münasibətimiz olmayıb. Yalan deyirlər. Yalan deyirlər. Və bu günləri mən sizə deyirəm, Ramiz Mehdiyevin üzərinə hücuma keçən, hətta cəmiyyət tərəfindən nüfuzu olan şəxslərin özü belə Ramiz Mehdiyevin kurasiyasında olub. Ramiz Mehdiyevin bir nəfər çıxıb demir ki, hə, orden verib, medal verib, deputat verib, mandat verib, o vaxt dövr belə idi, məcbur idim, onun haqqında danışmaq mümkün. Heç kim bunu durub demir, amma reallıq budur da. Vallahi deyirəm, məsələn, mən qəbul edirəm o şəxsləri ki, etiraf edərlər ki, qardaşlar, bunun qılıncının dalı kəsir, qabağı kəsir, dövlətin ikinci adamıdır, 25 il dövlətin ikinci adamı olub ki, nazirlər bunun qabağında fəraqatda dayanırdı. Kimin ixtiyarına ki, Ramiz Mehdiyevin bütün nazirlər. Bəzi nazirlər var ki, onu ram edə bilmədi. Bəzi nazirlər var. Ram edə bilmədi onu. Məsələn, Səfər Əbiyev, Ramiz Mehdiyev onu ram edə bilmədi. Xatırlayırsınız, o vaxt Ramiz Mehdiyev Səfər Əbiyevin əleyhinə bu şəhərin mərkəzində aksiyalar, əskər analarının aksiyalarını təşkil edir. Xatırlayırsınız? Neysə, davam edirəm əziz dostlar. Görə Etibar Məmmədov nə deyir? Etibar Məmmədov Ramiz Mehdiyevin məhz indi məsuliyyətə cəlb edilməsi ilə bağlı nə deyir? Deyir ki, bunun səbəbini mən deyə bilmərəm. Görünür, müvafiq orqanların əlində hansısa ciddi əsaslar olub ki, onu bu şəkildə bir neçə ciddi məsələlərlə cinayət məsuliyyətinə cəlb ediblər. Onların içərisində ən ciddisi də vətənə xəyanət məsələsidir. Azərbaycanda faktiki son 30 ildə idarə etməsində ikinci yerdə olan adamın bu şəkildə ittiham olması dövlət üçün o qədər də xoşa gələn bir şey deyil. Görünür, müvafiq orqanların əllərində çox ciddi əsaslar var ki, onunla bağlı məsələləri publik şəkildə elan da ediblər. Ramiz Mehdiyev Moskva ilə əlaqələrinin Rusiya sisteminin heyranı, Sovet sisteminin yeni dövrə uyğunlaşdırılmış bir formatının müəllifi olması heç kəsə sir deyil, ancaq vətənə xəyanət, dövlət çevrilişinə cəhd bu yaşda insan üçün olduqca ciddi məsələdir. Ramiz Mehdiyevin bəzi müxalifət qüvvələrinə təsirin olub-olmaması ilə bağlı Etibar Məmmədov isə başqa bir ifadə səsləndirir. Deyir ki, mən onu heç kəsə ittiham şəklində deyə bilmərəm. Amma Azərbaycanda siyasi sistemin ölü vəziyyətə salınmasının müəllifi Ramiz Mehdiyevdir. Bu heç kəsə gizli deyil. Onun kiminlə əlaqədə olması başqa məsələ araşdırmalar zamanı üzə çıxacaq və lazım bilsələr bunu ictimailəşdirəcəklər. Lazım bilməsələr hakimiyyətin xeyrinə olmasa ictimailəşdirməyəcəklər. Baxın dostlar, Etibar Məmmədov da bir söz atır ortalığa. Bilir, anons edir. Deyir ki, onun kimlərlə əlaqədə olması, başqa məsələlər, araşdırmalar zamanı üzə çıxacaq.
və lazım bilsələr bunu ictimailəşdirəcəklər. Heç kim bilməsə də Etibar Məmmədov onu bilir. Xatırlayırsınız o məlum çıxışı Etibar Məmmədovun o vaxt dedi ki, Heydər Əliyevə ki, biz sizinlə belə danışmamışdıq Milli Məclisin zalında. Xatırlayırsınızmı? Belə bir o Etibar Məmmədov demişdi, elə deyilmi? Baxın, indi İlham Əliyevə həm də ona görə sağ ol demək lazımdır ki, həm müxalifətin iç yüzünü açdı, göstərdi bu xalqa ki, ey xalq, baxın, 30 il bəzilərinizin ömürlərini çürütdüyünüz müxalifət budur. Ay müxalifət, Ramiz Mehdiyevə bağlı idiniz, meydana oxuyurdu hakimiyyətə, bu da sizin Ramiz Mehdiyevdir. Valla ona görə gedin, dua eləyin namazda İlham Əliyevə. Sizə Azərbaycan müxalifətinin nə qədər çirkəva batdığını göstərdi. Hələ çox şey göstərəcək sizlərə. Təkcə Qarabağı düşməndən azad etdiyinə görə təşəkkür etməyin. Həm də açıq deyirəm, əziz dostlar. Mən bilirsiniz ki, heç vaxt iqtidarı müdafiə etmirəm. Müxalifəti müdafiə etmirəm. Mən nə iqtidaram, nə müxalifət. Həqiqət nədir, onu da deyirəm. Hamı şübhəli. Və bugün Ramiz Mehdiyev olayından da yararlanıb, gözə girib vəzifə almaq eşqində olanlar var. Əvvəla 87 yaşlı Ramiz Mehdiyevin dövlət çevrilişi ittihamı ilə bağlı valla nə bilim 87 yaş Ramiz Mehdiyev danışa bilmir. Nətər dövlət idarə eləyəcək? Putin satdı onu ifadəsi də düzgün ifadə deyil. Ola bilər Putin Ramiz Mehdiyev olayı ilə bağlı fikirlərin bölüşərkən ölkə rəhbəri cənab prezident İlham Əliyevə deyə bilər ki, mənim haqqımda düşündüklərin düzgün deyil. Mən Ramiz Mehdiyevin və yaxud da ki, Rusiya tərəfinə dövlət çevrilişi ilə bağlı müraciət edən şəxslərin planlarını pozmuşam. Yəni İlham Əliyev, əziz dostlar, təyyarə olayından sonra həm Rusiya rəsmilərinə, başda Putin olmalılar, Rusiya dövlətinə qarşı həmişə bilirsiniz ki, əsəbi danışırdı, onları tənqid edirdi. İlham Əliyevdə də əziz dostlar, bilirsiniz ki, İlham Əliyev Çinli adamdır, Çini var onun. İlham Əliyev şərt sevmir. İlham Əliyevə Trump Putinlə qoşalaşa bir yerdə şərt qoya, İlham Əliyev xoşlamır da, şərt adamın xarakteri budur. Şərti sevmir. Və əziz dostlar, yenə də deyirəm, bu müxalifət düşərgəsinin o açıqlamaların siz izləyərkən, dinləyərkən o sıravi üzvləri mən demirəm, müxalifət düşərgəsində gedib o bilmir ki, yuxarı qatda olan rəhbər, mavin kimlə separat danışıqlara gedib. Mən o sıravi vətəndaşları qınamıram. Haqsızlıq var, öz yerində, sosial problem var öz yerində, cəmiyyətdə olan eybəcərlikləri görür və gedir hər hansısa bir partiyanın sıralarına qoşulur. Fikirləşdir ki, bu partiyanın rəhbəri hakimiyyətə gələcək, bunları aradan qaldıracaq, vədlər verəcək və inanır da bu adam sadə bir insandır. Amma bilmir ki, yuxarı qatda onun əli kimin cibində, o cibində olduğu əlin, nə bilim, əli kimin cibində. Belə də nənə babadan, baba nəvədən, turp babadan belə bir nağıl var da. Belə Azərbaycan siyasəti eynən o gündədir və bərbad gündədir, iyrənc gündədir. İyrənc gündədir. Nəysə, dostlar,